xanəndəsi Razi Şükürov bir gün mənə dedi ki, sahib dedi, belə kimizik. Dedi, sən də bu, o şəhər uşaqlar var idi, onlar kimi biraz bu brend paltarlardan zaddan geyin. Məşhur paltarlar. Belə də məşhur adamlar. Mən də Şükürov deyə, Razi müəllimə Şükürov deyə incəsənət aləmi. Salamlayırıq Razi müəllimi. Sevirik sizi Razi müəllim. Dedim, ay Şükürov, mən brend paltarı nə ilə alım, hardan alım? O vaxtda belə. Nəsə günlərin bir gün getdim bir o ticarət evlərinin birindən bir milyonlarlıq bir ayaqqabı yay vaxtıdır. Bir şalvar, bir köynək. Bahalı. Bahalı yox. Məşhur marka. Məşhur marka ala bilmirəm. Sadəcə olaraq çox sadə. O ticarət mərkəzlərindən bana belə o vaxtları bu mərkəzlər var idi. Bir ayaqqabı, bir şalvar yay var, bir də bir köynək aldım, həməhəng aldım. Rəng olaraq həməhəng belə. Axşam tərəfi dənizkənarı bulvarda görüşdük. Geyindim, getdim özümü Razi müəllimə göstərmək üçün. Dedi ki, dedim Şükürov nə təridir? Belə durdum qabağında. Dedi, Allah, nə qəşəng bəzəmsən, Allah. Belə maşını bağladım, mən belə gördüm, arxaya belə çönəndə gördüm, Razi müəllim güldü. Dedim, Şükürov nəyə güldün? Dedi, heç saat. Dedim, sən Allah, nəyə güldün? Dedi, bir şey deyəcəm, xətərə dəyməsin. Dedim, de Şükürov. Dedi, bax, uca boylu oğlan döysən, bəstə boysan, ki, qəşəng belə həməhəng geyinibsən. Tası nə tər şeydirsə, dedi, bu geyimlərlə qaraskoy olamırsan, kulturlu kəndçi yoxşuyursan. Deyim, şəhərli olabilirsən, mədəni kəndçi. Dedi, nə qədər geyinirsən, dedi, kulturlu, dedi, kəndə olandan oxşuyursan, kulturlu. Amma qaraskoy olamırsan. İndi məni, buyurun, indi məni qaraskoy oğlan eləmək lazımdır. Bir nəfər var, tanımışlardan. Deməli, o qədər özünü deməyəcəm, yaxşı. Deyərəm, qalma düşürəm. Nə dedilər, məndən axır soruşdular ki, görsən necə dəyişirəm. Dedim, yox, o çox mədəni kənd gəlinidir. Nə qədər dedi? Day demirəm, heç nə istəmirəm. Qəşəng geyinibsən, dedi, amma nə tər şeysə, dedi, qaraskoy olanmırsan,